Salam, 30 noyabr 2025-ci ildə uğur kurslarında keçirilən blok imtahanı, deməli 11-ci sinif 1-ci qruplar üçün nəzərdə tutulmuş riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız BC-nin BD-yə nisbətinin 2/1 olduğunu verib, BC-nin BD-yə nisbəti 2/1-dir. Biz BC-yə 2K, BD-yə də 1K deyə bilərik. Tənbələrin xassəsinə görə biz bilirik ki, BC-nin BD-yə nisbəti elə AC-nin AD-yə olan nisbətidir. Onda AC-yə biz 2M, AD-yə də 1M deyə bilərik. Yəni başqa dəyişənlə ifadə edək. Bunların cəmin, yəni AC üzərinə gələn AD-ni 18 verib. Buradan M 6 tapılır. Amma bizdən AC-ni soruşur. AC 2M olduğu üçün 2-ni vururuq 6-ya. Cavabımız 12. Növbəti sual. X-i soruşur burada. Biz bunu fərqli üsulla işləyə bilərik. Misal üçün, bu xətti uzada bilərik. Sadəcə burada yer alıcı olduğu üçün mən aşağıdan xətti uzadacam bu şəkildə. Bunu da bura uzadıram. Bu bucaq da 10x olur. Çünki uyğun bucaqlardır. Bunlar iki paralel düz xətt, üçüncü düz xətt kəsibsə, bunlar uyğun bucaqlardır. Bu 8x-dirsə, bunun qonşusu da 180 minus 8x-dir. Üçbucağın gördüyümüz fiqur üçbucaqdır. Üçbucağın iki daxili bucağının cəmi, yəni 3x ilə 180 minus 8x-in cəmi xarici bucağı verir. Onlara qonşu olmayan xarici bucağı verir. Onda buradan alınır ki, 180 bərabərdir 15x, x bərabərdir 12. 12. Gəldik bura. Bu kəsiri sadələşdirmək üçün m-i kökün altına salsaq, bu kökün altında m kubdur. 5-i kökün altına salsaq, bu da kök altında 5-in kubudur. Biz surətdə a kub plus b kub görürük. Onda bu kəsirin surətində biz a kub plus b kub düsturunu tətbiq etsək, alınar a üstəgəl b, sonra a kvadrat, yəni kök altda m-in kvadratı elə m-dir. Çıxılsın kök altda ab üstəgəl b kvadrat. Məxrəci də ki açsaq, a minus b-nin kvadratı kimi olacaq, birincinin kvadratı. Çıxılsın hasillərinin 2 misli. Üzərinə gəl kök altda 5-in kvadratı 5-dir. Üzərinə gəl kök altda 5m. Fikir versək, mənfi 2 kök altda 5m ilə müsbət kök altda 5m-in cəmi mənfi kök altda 5m-dir. Yəni bu surətlə bu məxrəc eyni ifadədir. Buradan alınır kök altda m üstə gəl kök altda 5. A variantı. Kök altda 17 çıxılsın 10 ədədinin kəsr hissəsi. Bundan təxmini kök çıxaraq, kök altda 17-dən təxminən kök çıxır 4 tam tutaq ki, onda 2 götürsək çıxılsın 10, o da bərabər mənfi 5 tam onda 8. Bax, bu ədədin tam hissəsi mənfi 6-dır. Kəsr hissəni tapmaq üçün ədədin özü var, kök altda 17 çıxılsın 10. Bundan çıxırıq ədədin tam hissəsini. Bu da bizə verir kök altda 17 çıxılsın 4. İndi bizə deyir, ədədin kəsr hissəsi ilə, yəni kök altda 17 minus 4 ilə kök altında 17 plus 4-ün hasilini tap. Bu ifadə bizə a kvadrat çıx b kvadratı verir. Yəni, kök altda 17-nin kvadratı 17 çıxılsın 4-ün kvadratı 16. Doğru cavab 1. Növbəti sualımız 4 vurulsun. 625 5-in üstü 4-dür. 625 5-in 4-cü qüvvətidir. Sadəcə kvadratı da var. Bu olur 5 üstü 8. 125 5-in kubudur. Bir dənə də qüvvəti var. Olur 7 vurulsun. 5 üstü 9. Məxrəc olduğu kimi qalsın. Bərabərdir. Biz kəsirin surətindən 5 üstü 8-i mütərizə xaricinə çıxarsaq, qalar 4 üstə gəl 7 vur 5. Məxrəcdə 5 üstə 6 vur 39. 7 5-in 35 üstə 4 gəlsək 39. Mütərizə ilə 39 ixtisar getdi. 5 üstü 8, 5 üstü 6-ya bölünəndə 5 üstü 2 olur. Qüvvətlər çıxılır. Bu da 25. 6-cı sual. Deməli, biz bilirik ki, %64-dən kök 0,8 çıxır. A üstü 6, kökün dərəcəsi 2 olduğu üçün 2 ilə gedir. Modulda a kub çıxır. Cüt qüvvət olduğu üçün B üstü 10 da, yəni 10 ilə 2 gedir. Qalır B üstü 5 modulda. Cüt qüvvət gedəndə modulu çıxarırıq. Bərabərdir. A-nın da B-nin də mənfi olduğunu verib. A mənfidirsə, onun kubu da mənfidir. Kök 6 ifadə mənfidirsə, moduldan çıxaranda qarşısına bir mənfi atırıq.
Bu şəkildə vurulsun. Həmçinin B də mənfidir. Mənfinin 5-ci qüvvəti yenə mənfi olur. Kökdən çıxaranda qarşısına bir dənə də mənfi atırıq. Onda mənfilər gedir, olur 0,8 A kub B üstü 5. B variantı. Birinin 40%, digərinin 60%-nə bərabər olan iki natural ədədin cəmi 125 olarsa, həmin ədədləri deyir tap. Birinin 40%, misal üçün A vur 40 bölü 100 bərabərdir B vur 60 bölü 100. Yüzlər getdi. 40 ilə 60-ı 20 ixtisar aparsaq, alınar 2A bərabər 3B. Biz A'ya 3K, B'yə 2K deyə bilərik. A'ya 3K, B'yə 2K. Bunların cəmi 125-dir. Yəni 3K üstə gəlir 2K bərabərdir 125. K bərabərdir 25-ə. Bizdən bu ədədləri soruşur. Bunu 2-yə vursaq 50, 3-ə vursaq 75. B variantı. Verilən kəsirlərin surətləri 3-dür. 3-ü çıxardırıq mötərizə xaricinə. Həmçinin burada bir qaydamız da var. Kəpənək üsulu deyirlər ona. Biz belə eləyək bunu. Elə həmin cavab gəlib yekunda çıxır. Verilən məxrəclər arasındakı fərq hər birində 4-dür. 4 olduğu üçün biz buradan 4də 1 mötərizə xaricinə çıxaraq. Niyə görə? Kənarda yazıram. Misal üçün 5 1 vurulsun, 5 vur 9-u biz 5də 1 minus 9da 1 şəklində yaza bilərik. Bunun cavabı olacaq 5 vur 9-da 9-dan 5 çıxanda 4. Yəni burada bir 4 artıq olduğu üçün biz bu ifadəni əvvəlcədən 4də 1-ə vururuq ki, 4-lər ixtisar getsin. Ona görə aradakı fərq neçədirsə, misal üçün 4-dürsə 4də 1 çıxardırıq mötərizə xaricinə. Yerdə qalar 1 çıxılsın 5də 1, 5də 1 çıxılsın 9da 1, 9da 1 çıxılsın 13də 1, üzərinə gəl 21də 1 çıxılsın 25də 1. Bu şəkildə hamısı islah olur və bildiyimiz qayda alınır. Burada olur 4də 3 vurulsun. 1-dən 25də 1 çıxanda alınır 25də 24. Burada ixtisar gedir 6 qalır. Olur 25də 18. D variantı. X, Y, Z natural ədədləri üçün bu bərabərlik doğrudur. 2, 3, 6-nın əkobu 6 olduğu üçün biz bunları ümumilikdə bir 6K-ya bərabər edə bilərik. Yəni 2, 3, 6-nın əkobunun K-sını. Onda buradan alınır ki, 2X-i 6K-ya bərabər etsək, X 3K çıxar. 3Y-i 6K-ya tək-tək bərabər etsək, Y 2K alınır. 6Z-ni də 6K-ya bərabər etsək, Z K alınır. Deməli, tapırıq ki, əkob X-in yerinə 3K, Y-in yerinə 2K, Z-nin də yerinə 1K yazırıq, bərabər 60-a. Ortaq vuruq K-dır bunların içində. 3, 2, 1 qalır. Bunların əkobu 6 olduğu üçün ümumilikdə bu ifadənin əkobu 6K-dır. Bərabərdir 60-a, K-nı tapırıq 10. Bizdən X üstə gələ Y-i soruşur. X-imiz 3 vur 10, 30. Y-imiz 2 vur 10, 20'dir. Toplam olur 50. Bu ədədin 3-ə bölünməsindən alınan qalğı soruşur. Cəmin 3-ə bölünməsi üçün hər bir toplanan 3-ə bölünməlidir və ya qalıq soruşursa hər birinin 3-ə bölünməsindən alınan qalğı tapmalıyıq. İkinci toplanan 3-ə tam bölünür. Çünki 3 özü 3-ə tam bölündüyü üçün istənilən qüvvəti 3-ə bölünəcək. Qaldı onun qüvvətləri. Biz bilirik ki, onu 3-ə böləndə 3 dəfə bölünür, qalıq 1 qalır. Eyni ilə 100-ü, yəni onun kvadratını da 3-ə bölsək, 33 eləyir, qalıq 1 qalır. Eyni ilə 10 üstü 3-ü də onun istənilən qüvvətini biz yəni 3-ə bölsək, qalıq həmişə 1 qalacaq. Deməli, doğru cavabımız C variantı. Bu ədədlər arasında yerləşən tam ədədlərin sayını tap. Ədəd oxunu çəksək, bura rahat görərik. 0, burada 55, burada 56. Burada mənfi 26, burada mənfi 27. Mənfi 26,2, bax bu nöqtədir, A nöqtəsi. Müsbət 55,7, bax bu B nöqtəsidir. Buradan buraya qədər deyir neçə tam ədəd var. 26-dan başlayıb 0-a qədər 27 dənə burada tam ədəd var. 0-da daxil 27 dənə. 55 dənə də sağda qalır. Bu da olur deməli 82 dənə Y variantı. Trapesiyanın diaqnallara qarşılığı perpendikulardır. Orta xəttin soruşur. Trapesiyanı çəkək.
Diaqnalları qarşılıqlı perpendikulyardır. Diaqnallarında çəkirik. Bunlar arasındakı bucaq 90 dərəcədir və ölçülərin 5-12 verir. Üst oturacağı A deyək, alt oturacağı B. Orta xəttin soruşur. Deməli, biz tutaq ki, bu diaqnala, qaraladığım diaqnala paralel olan belə bir xətt çəkib buranı birləşdiririk. Onda burada bir paraleloqram yaranır. Üst oturacağı A olduğu üçün deməli buna paralel olan bu hissədə A olur. Diaqnallar arasındakı bucaq 90 dərəcə olduğu üçün bu 90 dərəcə köçür yuxarıya. Bax, burada olur 90 dərəcə. Çünki iki paralel düz xəttdən birinə perpendikulyar olan düz xətt digərinə də perpendikulyar olur. Ona görə. Diaqnallardan biri 5, biri 12 idi. Tutaq ki, bura 5 idisə, həmin o 5 köçdü bura. Bu diaqnal da 12 oldu. Rənglədiyim bu üçbucaq düz bucaqlı üçbucaqdır. Bura oldu bizim üçün hipotenuz. Yəni A plus B bərabərdir. Pifaqor teoremi A kvadrat üstəgəl B kvadrat. Buradan 13 alınır. Trapesiyanın da orta xətti oturacaqları AB götürdüyümüz üçün A plus B bölü 2'dir. A üstəgəl B 13 olduğu üçün 13'ü 2'yə bölsək 6,5. Vuruqlara ayırma bərabərdir. Biz buna A kvadrat çıxılsın, buna da B kvadrat kimi baxsaq, müxtəsər vurma düsturu var burada. A minus B, A plus B. Bir dəfə birinci mötərizə ilə ikinci mötərizəni toplayarıq. Yəni x üstəgəl y üstəgəl z. Üzərinə gəl x minus y üstəgəl z. Bir dəfə də vurulsun. Birinci mötərizədən çıxarıq ikinci mötərizəni. Mötərizələri toplasaq y-lər islah olar. 2 dənə x, 2 dənə z olduğu üçün 2 vurulsun x üstəgəl z alınar. Çıxanda x-lar gedər, z-lər gedər, y-dən 2 dənə alınır. Burada da 2-ni 2-yə vursaq 4y, x plus z. 14-cü sual. Natural ədədi, hər hansı natural ədədi 12-yə böldükdə qalıqda 8 alınır. Bu ədədi 6-ya böldükdə qalıqda neçə alınır? Elə biz birbaşa 8-i 6-ya bölsək qalıq 2-dir. Amma belə eləyə bilərik. Natamam qismətə 1 yazsaq, onda x-imiz 1 vur 12, üzərinə gəl 8. Bu 20 imiş. 20-ni biz yenidən 6-ya bölsək, bu 3 dəfə bölünər, qalıq 2. A variantı. O mərkəzi çevrədə ABC bucağın verib 80 dərəcə, OCA bucağını soruşur. Deməli, biz O nöqtəsi ilə A nöqtəsini birləşdiririk. Bunların hər biri, yəni OC də, OA da çevrənin radiusudur və bərabərdirlər. Onda gördüyümüz AOC üçbucağı bərabər yanlıdır. Mən A bucağına da x deyə bilərəm. Yəni OAC bucağına x deyə bilərəm. B bucağı daxilə çəkilmiş bucaq olduğu üçün söykəndiyi AC qövsünün yarısıdır. Söykəndiyi AC qövsü olacaq 160 dərəcə. O bucağı mərkəzi bucaq olduğu üçün söykəndiyi qövsün özünə bərabər 160. Onda biz x-i tapmaq üçün 180-dan çıxarıq 160-ı bölərik 2-yə. Çünki 3 bucağın daxili bucaqlar cəmi 180-dır. 180-dən 160-ı çıxarıq, yarı-yarı düşər. Olar 10 dərəcə. 16. BM-in MN-ə bərabər olduğunu verib. AB 12-dir. NC-ni bizdən soruşur. DC də 10-dur. Deməli, tənbölən olduğu üçün bunlar, mən buna alfa, alfa, D bucağının da beta, beta olduğu kimi ayıra bilərəm. Tənbölən olduğu üçün AN və DM. Biz burada belə bir Z-yə oxşar hərf görürük. Yəni, BNA bucağı ilə NAD bucağı daxili çarpaz bucaqlar olduğu üçün mən burada alfa yaza bilərəm. Onda gördüyümüz bu üç bucaq bərabər yanlı üç bucaq olacaq. Yəni, bura 12-dirsə, eyni ilə BM parçası da 12-dir. Sadəcə BM MN-ə bərabər olduğu üçün 6-6 düşür. Eyni şey biz bu tərəfdə də deyə bilərik. Bura beta olduğu üçün, burada gördüyümüz indi qaraladım buranı, silim. Buranı silim bu hissəni, baxın. İndi burada göstərək. Burada da bir Z hərfi yarandığı üçün Z-yə oxşar bir hərf yaranır burada. Yəni C, MD bucağı ilə MDA bucaqları bərabərdir. Mən bu bucağa bir beta yaza bilərəm. Onda bu üç bucaq da bərabər yanlı üç bucaq olacaq. CD 10-dursa CM də bax burada 10 olacaq. Bizdən x-i soruşduğu üçün 10-dan 6-nı çıxaram. Cavab 4.
İfadənin ən böyük qiymətini soruşur. Kəsrin ən böyük qiyməti tapmaq üçün biz bilirik ki, onun surəti ən böyük məxrəcin ən kiçik olmalı. Yəni məxrəcin ən kiçik qiymətini tapmalıyam. Məxrəcin ən kiçik qiyməti 4ac çıxılsın b kvadrat bölünsün 4a düsturu ilə də tapıla bilər və yaxud x minus bunu 6-nın kvadratı şəklində yazıb 36-nı buradan çıxıb üzərinə 12 gələrik. Bu da olar x minus 6-nın kvadratı çıxılsın. Düz dedik. Yox, daha doğrusu səhv yazdıq. Burada demək x minus 6-nın kvadratı yox. X minus 3-ün kvadratı plus 3 şəklində bunun məxrəcini yazarıq. Çünki bunun açılışı bizə təzədən məxrəci verəcək. Cüt dərəcənin ən kiçik qiyməti 0-dır. Deməli, məxrəcin ən kiçik qiyməti 3-dür. 15 bölünsün 3 bərabərdir 5-ə. Cavab Y variantı. Bu kəsiri ixtisar etmək üçün necə sadələşdirək? Məxrəc bilirik ki, x üstəgəl 9 x çıxılsın bir şəklində vuruqlara ayrılır. Yəni bunu ayrı-ayrılıqda biz izah eləsək biraz vaxtımız gedər. Toplayanda, kəsirin surətini isə toplayanda -4-ü, hasili isə birinci ilə üçüncünün hasili -21-i verən ədədləri axtarırıq. Sonra o -4-ü ayırıb -4 plus 3 kimi yazırıq. Biz bu kəsirin surətini belə vuruqlara ayırarıq. 7x üstəgəl 3 x minus 1 şəklində. Bölmə olur vurma. İkinci kəsirin surət və məxrəcinin yeri dəyişir. X-i mötərizə xaricinə çıxarsam qalar x minus 1. Məxrəcdən x-i çıxarsam qalar 7x üstəgəl 3. İxtisarlar aparırıq. X minus 1 gedir. X-lar gedir. Surətdə x minus 1 qalır. Məxrəcdə x üstəgəl 9 qalır. D variantı. Müqayisə etməliyik. 1,52. Bunun ardına nə qədər istəyirik? 0 yaza bilərik. Növbəti 1,5, yəni bunun ardıca sonsuz sayda 5 gedir. 1,52 isə 52 şəklində dövr eləyir. Buradan görünür ki, ən kiçik ədəd A imiş. A C-dən kiçik imiş. Ən böyük isə B-dir. B variantı. 6A bərabər 18, B bərabər 24, C. 6, 18, 24-ün əkobu 72 olduğu üçün bu ifadəni bütövlükdə mən 72K-ya bərabər edirəm. Onda hər birini ayrı-ayrılıqda 72K-ya bərabər etsəm, A-nı mən 12K taparam, B-ni 4K, C-ni 3K şəklində tapa bilərəm. Gəlirəm ifadəmə. Yerinə yazsam 1 bölünsün 12K, 1 bölünsün 4K, 1 bölünsün 3K bərabərdir 16-ya. Ortaq məxrəc burada 12K-dır. Surətdə 1 dəfə bölünür. Bura 3 dəfə bölünür. Bura 4 dəfə. 8K deməli yuxarıda isə olur 8. Bərabərdir 16-ya. Buradan K-nı tapırıq. 24-də 1. Sadəcə bizdən C-ni soruşur. Bizdə C 3K-dır. Yəni K-nı da 24-də 1 tapdığım üçün vururam 24-də 1-ə. Cavab 8-də 1. Biraz sürətli izah edirəm. Lazım olsa videonu saxlayıb yenidən baxa bilərsiniz. 21-ci sual. A və B çoxluqlarının, bu A çoxluğu, bu da B çoxluğu. Alt çoxluqlarının sayılara nisbəti 256-dır. Tutaq ki, A çoxluğunun elementlər sayı n-dir, B çoxluğunun elementlər sayı m-dir. Alt çoxluqlar A çoxluğunda 2 üstü n, B çoxluğunda 2 üstü m şəklindədir. Sayıların nisbəti 256-dır. Yəni 2 üstü n-i 2 üstü m-ə bölsək 256 alarıq. Biz də 256-nı 2 üstü 8 şəklində göstərə bilərik. Bilirik ki, bölmədə qüvvətlər çıxılır. 2 üstü 8 də qalır yerində. Əsaslar eyni olduğu üçün n minus m-i biz buradan 8 tapırıq. Bizdən nə soruşur? A çoxluğu ilə B çoxluğunun sayının fərqi cavab elə 8-ə bərabərdir. Bu şərtə belə də ehtiyac yoxdur, amma istifadə edə bilərdik. Deməli, növbəti kəsin sadələşdirməsi üçün hazır qaydamız var. 4-cü dərəcədən 32 bölünsün 4-cü dərəcədən 32 bu şəkildə sonsuz sayda gedir. Belə bir qaydadır. N-ci dərəcədən A bölünsün n-ci dərəcədən A sonsuz şəkildə gedirsə, bunu n plus 1-ci dərəcədən A şəklində yazmaq olur. Yəni 5-ci dərəcədən 32 yaza bilərik bunu. N-in qüvvətinə, yəni 4-ün üstünə 1 gəlməklə.
Məxrəcdəki bu şəkildə sonsuz köklərdə isə altını biz elə iki ədədin, ardıcıl iki ədədin hasil şəklində göstərə biliriksə, onda çıxma olarsa cavabımız kiçik, toplama olarsa cavabımız böyük olardı, 3 olardı. Yəni məxrəcin cavabı 2-dir. Bunun surəti bizə 2 verir, məxrəc də 2 verir. 2-ni 2-yə bölsək 1. İfadəni sadələşdirin, hesablayın. Kəsr xətti kök altında 1,8-i %5-ə bölmək, belə deyək də 180-i 5-ə bölməkdir. Surət və məxrəci 100-ə vuraq. Burada isə surət və məxrəci 1000-ə vursaq 12 böl 3-dür. 180-i 5-ə bölsək 36 kök 6 çıxır. 12-ni 3-ə bölsək 4 kök 2 çıxır. Bu da bizə verir 4. Növbəti bu ifadədə biz a kvadratı tapsaq, olar 5 çıxılsın 3a. Yəni, bunları atıram bərabərliyin sağ tərəfinə. Bu ifadədə yerinə yazsaq, bizdən soruşduğu ifadədə a kvadrat üstə gəl. A kvadratın yenə 5 minus 3a üstə gəl 15 böl a yazıram. Ortaq məxrəc a-dır. Surətdə olacaq 5a çıxılsın 3a-nın kvadratı üstə gəl 15. Bərabərdir. 5a çıxılsın 3 vurulsun. A kvadratın yerinə yenə bu ifadəni yazıram. 5 minus 3a üstə gəl 15 bölünsün a. Mötərizəni açsaq 5a çıxılsın 15 üstə gəl 9a üstə gəl 15 bölünsün a. Bunlar islah oldu. 5a 9a 14a a-ya bölsək cavab 14. Sahibkar öz məhsulunu nəzərə tutduğu qiymətdən 20% ucuz satarsa 25% gəlir əldə edər. 20% ucuz satarsa, deməli 80%-ə satıb, 25% gəlir əldə edibsə, tutaq ki, məbləğimiz 100 imiş, 25% gəlir əldə edibsə, bu olub 125. Sahibkar uzlaşmadan əvvəl neçə faiz gəlir əldə etməyi nəzərdə tutub. Deməli, 80-ə 125, onda ilkin olaraq 100-ə də x yazarıq. Biz buradan x tapsaq, olar 100 vurulsun 125 böl 80. Deməli, hesablasaz bunu, sıfırlar gedir. 1250-ni bölürük 8-ə. Bu bizə verir 156 tam %25. İlkini çıxsaq, üzr istəyirəm. İlkin olaraq 100-ü çıxsaq buradan, cavab 56 tam %25. Sonra çox hədli şəklində yazılışında sərbəst həddi soruşur. Birinci mötərizənin sərbəst həddi -2-dir, qüvvəti 4. İkinci mötərizənin sərbəst həddi -1-dir, qüvvəti 18. -2 üstü 4, 16, vur 1, elə 16. Deməli, çevrədir. Biz bu daxilə çəkilmiş bucağın 90 dərəcə olduğunu bilirik. Çünki diametrə söykənən, bax, diametrə söykənən daxilə çəkilmiş bucaq düz bucaqdır. A-nı 3 verib, B-ni 4 verib. Onda Pifaqorla biz, tutaq ki, bura bir A deyək, bura C deyək. AC-ni biz Pifaqor teoremi ilə A kvadrat plus B kvadrat yazıb 5 tapa bilərik. Biz tapdıq ki, çevrənin diametri 5-dir. Onda almır ki, radius 2 tam onda 5 imiş. Yəni 1-ə uyğun gəldi A variantı. Radius 2 tam onda 5-dirsə, çevrənin uzunluğu düsturu 2pi r-dir axı. Olacaq 5pi radius. Çevrənin uzunluğu verib də bizə L-dir. 5pi variantlarda yoxdur. Radiusu tapdıq, deməli 2 tam onda 5 A variantı, başqa bir şey yoxdur. Növbəti, A-nı 5 verib, B-ni 12 verib. Biz yenə də AC-ni Pifaqor teoremi ilə 5-in, biraz yaxınlaşdıraq burada, 5-in kvadratı üzərinə gəl 12-nin kvadratı yazıb 13 tapa bilərik. Onda buradan alınır ki, radius 6 tam onda 5 imiş. Radius 6 tam onda 5-dirsə, aha 2-yə C variantı uyğun gəldi. Və çevrənin uzunluğu olacaq 13 pi. Radius 6 tam onda 5-dirsə, yəni diametri 13-dür. Olur 13 pi çevrənin uzunluğu. Bu da Y variantında verir bizə. Üçüncüsü, yenə də AC-ni biz Pifaqor teoremi ilə 6-nın kvadratı üstə 8-in kvadratı bərabər 10 tapırıq. Deməli, bunun radiusu 5 imiş. 3-ə B variantı uyğun gəldi. Çevrəsinin uzunluğu 10 pi olur. Yəni, həm də D variantı uyğun gəlirmiş. Gəldik kəsirin sadələşdirilməsinə. 28-ci sual. AQ plus 27-nin açılışı elə sağdakı və soldakı kəsirlərin, məxrəclərin hasillərini verir bizə. Onda orta məxrəc ümumilikdə olacaq A üstə gəl 3, A kvadrat çıxılsın 3, A üstə gəl 9.
Orta məxrəc ümumilikdə elə AK plus 27-nin açılışıdır. Bunu biz birinci kəsirin məxrəcinə bölsək, alınar A kvadrat çıxılsın 3A üstəgəl 9. İkinci kəsirin məxrəcinə bölsək 1, üçüncü kəsirin məxrəcinə bölsək A plus 3 alınır. Onda A kvadrat minus 3A plus 9-u 1-ə vursaq alınır A kvadrat çıx 3A üstəgəl 9 çıxılsın 27 çıxılsın A kvadrat minus 3A. Bərabərdir. A kvadratlar islah olur. Mənfi 3A, mənfi 3A olur. Mənfi 6A. 9-dan 27 çıxanda mənfi 18 bölünsün. A üstəgəl 3. A kvadrat minus 3A üstəgəl 9. Mənfi 6-nı surətdən mötərizə xaricinə çıxarsaq qalır A üstəgəl 3. Bölünsün A üstəgəl 3. Vurulsun A kvadrat minus 3A üstəgəl 9. İxtisar gedir. Qalır mənfi 6 bölünsün A kvadrat minus 3A üstəgəl 9. N-in neçə natural qiymətində ifadəsinin qiyməti natural ədəddir. Biz bu kəsiri ayrı-ayrı kəsirlərdə yazsaq, belə bir ifadə alarıq. İfadəmizdə natural olmalıdır. N-in qiymətləri də natural olmalıdır. Yəni 12-nin natural bölənlərini axtarıram mən. 2 cavabım da natural eləsin. 12 bölünür 1-ə, 2-yə, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür və 12-yə bölünür. Burada 6 dənə natural qiymət var və həmin qiymətləri n-nin yerinə yazsaq, cavabımız da natural olacaq. Cavab 6. Növbəti isbat məsələsinə baxaq, maraqlıdır. Deməli, verilənlərdə SA toxunandır. AB-nin AC-yə bərabər olduğunu deyib və isbat etməli ki, çevrənin diametri OC parçasına bərabərdir. Burada əvvəlcədən bizə məlum olan bir neçə qaydanı nəzərinizə çatdırım. Nədir bunlar? Biz bilirik ki, kənarda göstərin bunu. Baxın, kənarda göstərib sonra istifadə edərik. Biz bilirik ki, çevrə xaricində verilmiş nöqtədən çevrəyə çəkilən toxunanlar bərabərdir. Yəni, bu toxunanla bu toxunan bərabərdir, bunu bilirik. Və onlar arasında qalan bu alfa bucağı ilə onlar arasında qalan bax, bu qaraladığım beta qövsünün cəmi 180 dərəcədir. Bu qayda bizə lazım olacaq. Yəni, bu qayda necə lazım olacaq? Bunu bilirik və bilməliyik ki, çevrə xaricindəki verilmiş nöqtədən çevrəyə toxunan çəkilib və bir də mərkəz birləşib. Yəni, mərkəzdən düz xətt çəkilib, kəsən. Onların arasında qalan bu alfa bucağı ilə bu biraz qövs var. Bax, bunun cəmi isə bizə 90 dərəcəni verir. 90 dərəcəni verir. Və əlavə qaydamız hansı olacaq? Bərabər yanlı üç bucağın əgər təpə bucağı 120 dərəcədirsə, yan tərəflər A olsa, oturacaq A kökdə 3-dür. Gəldik misalımıza, sualımıza, isbatımıza. AB-nin AC-yə bərabər olduğunu deyib. Yəni, bunun buna bərabər olduğunu deyib. Onda mən buradakı bucağa alfa desəm, buradakı bucaq da alfadır. Yəni, B bucağı C bucağına bərabərdir. Hər danışdığımı yazmıram. Onu siz amma orada izahla yazmalısınız. Yəni, B bucağı bərabər C bucağı, o da bərabər alfa. Onda burada bir tutaq ki, D nöqtəsi deyək. Onda buradan alınır ki, AD qövsü ki var. Bura. Bura olacaq 90 minus alfa. Bayaq kənara göstərdiyim qaydaya əsasən. Bura ilə buranın cəmi bizə 90 verdiyi üçün burada olur 90 minus alfa. Alfa bucağı, yəni bu B bucağı daxilə çəkilmiş bucaq olduğu üçün, yəni B bucağı söykəndiyi AD qövsünün yarısına bərabərdir. Yəni 2 alfa bərabərdir 90 minus alfaya. Bu qövsə düşdü 90 minus alfa. Onda buradan alınır ki 3 alfa bərabərdir 90. Alfa bərabərdir 30 dərəcə. Biz oturacaq bitişik bucaqların 30 dərəcə olduğunu tapdıq. Sonra A nöqtəsi ilə mən D nöqtəsini birləşdirirəm. Gördüyümüz yuxarıdakı bucaq düz bucaq olur. Düz bucaq olur. Çünki diametrə söykənən daxilə çəkilmiş bucaq düz bucaqdır. Radiusları R işarə eləyirəm. R olsun. Düz bucaqlı 3 bucaqda 30 dərəcəli bucaq qarşısındakı kateti, yəni AD də hipotenuzun yarısı olduğu üçün o da radius olur elə. R-ə bərabər olur. Və biz A bucağının
120 dərəcə olduğunu bildik. Çünki oturacaq bitişik bucaqlar 30-30 olduğu üçün təpə bucaq olur 120 dərəcə. 120 dərəcə. Onda burada qalan bucaq bizdə olur 30 dərəcə. 30 dərəcə DAC bucağı idi. Həmçinin də 30 dərəcə DSA buzağıdır. Onda bizdə AD CD-yə bərabər olur. O da elə radiusuymuş. Bitdi. Burada üçüncü qayda demişdim. Bundan istifadə eləmədik burada demək olar ki. Nə gördük burada? Gördük ki, OS parçası diametrə bərabərdir. Yəni OS parçası da 2 dənə R alındı. Çevrənin diametri də, yəni BD də 2 dənə R alındı. Həqiqətən isbat etdik ki, çevrənin diametri OC parçasına bərabər imiş. Digər üsullar da ola bilər bu isbatın. Yəni biz biri ilə tanış olduq. Sağ olun.